Salam müəllimlər, hər vaxtınız xeyirli uğurlu olsun. Bugünkü dərsimiz hərəkət qabiliyyətlərlə bağlıdır və 6 tədris vahidimiz var. Sürətdir, sürət, güc, bədənin əyilmə qabiliyyəti, qüvvə, çeviklik və dözümlük. Sürət qabiliyyəti əlaqəlidir. Sürət güclə, qüvvənə, bir də çeviklik hərəkət qabiliyyətinə. Bir şey yadda saxlayaq. 3 hərəkət qabiliyyətlə əlaqəli olan və 3 komponentlə əlaqəli olan 2 hərəkət qabiliyyətimiz var. Biri sürətdir, biri də çeviklik və sürət hərəkət qabiliyyəti də əlaqəlidir sürət, güc, qüvvə və çevikliklə. Və çevikliyə çatanda da onu görəcəyik inşallah. Sürət qabiliyyətinin tərifi. Hələ adından göründüyü kimi tərifini oxusaq, artıq biləcəyik ki, sürət qabiliyyəti nədən ibarətdir və nədən söhbət gedir. Deyir ki, sürətdə məsafənin mümkün qədər qısa vaxt ərzində başa çatdırılması. Yəni, məsafənin mümkün qədər qısa vaxt ərzində başa çatdırılması sürət hərəkət qabiliyyətinə aiddir. Yəni, 30 metrdən 400 metr məsafəyə qədər bütün qaçışlar sürət hərəkət qabiliyyətini inkişaf etdirir. Əgər 400 metrdən yuxarı gəlsə, bu olacaq dözümlük qabiliyyəti. Qaçışla bağlı nə sual düşsə, 2 hərəkət qabiliyyət arasında qalacaqsınız. Ya sürət, ya da dözümlük qabiliyyəti arasında qalacaqsınız və 400 metrə qədər məsafələr olacaq sürət qabiliyyəti. Gəldik komponentlərinə, tərkib komponentləri. Hərəkətin reaksiya tezliyi, tək hərəkətin icra tezliyi və maksimal qaçış sürəti. Hərəkətin reaksiya tezliyi, müəllimlər, 2 yerə bölünür. Var sadə reaksiya, var mürəkkəb reaksiya. Sadə reaksiya nədir? Sadə reaksiya görünən siqnala verilən reaksiyadır. Görünən siqnala verilən reaksiyadır. Mürəkkəb reaksiya isə görünməyən siqnala reaksiyadır və hərəkət edən obyektə reaksiya. Məsələn, desək ki, kürəyə qaçış istiqamətinə startlar. Bu sadə reaksiyadır və hərəkətin reaksiya tezliyi. Mailli qaçış yolunda startlar. Bu hərəkətin reaksiya tezliyidir və sadə reaksiyadır. Və gözlənilən siqnala, gözlənilən atəşə, komandaya verilən bütün komandalar hərəkətin reaksiya tezliyi və sadə reaksiya olacaq. Və mürəkkəb reaksiya nədir? Mürəkkəb reaksiya görünməyən, yəni qəfil olan şeylər, bunlar reaksiyadır. Və bir də sizi çaşdırmasın mürəkkəb reaksiyada, inşallah kitabda oxuyanda görəcəksiniz. Hərəkət edən obyektə reaksiyadır. Görünən reaksiyadır. Sadəcə ona verilən cavab mürəkkəbdir, yəni çətinlik çəkir. Tutaq ki, qapıçının
topu tutması, boksyorun udardan çıxmasıdır. Hansısa bir fəndə getməkdir. Məsələn, mən gözləmirdim ki, bunu edəcək rəqib komandanın oyunçusu başqa bir hərəkət etdi və onlara verilən bütün cavablar mürəkkəb reaksiyadır. Görünən obyektə reaksiya, yəni sizi çaşdırmasın, sadə reaksiya aparmasın. Görünsə də mürəkkəbdir, yəni çətindir onu qarşılamaq. Bu da olacaq mürəkkəb reaksiya. Gəldi yaş dövrünə. Yaş dövrü bəzi kitablarda 10-11, bəzi kitablarda bəzi kitablarda 10-14, bəzi kitablarda 11-14 göstərir. Yəni variant olaraq, bənd olaraq ya 10-14 verəcək, ya da 11-14 verəcək. Yəni cavab olaraq bunların ikisinin eyni bəndlərdə verə bilməz. Əlaqəli olduğu bayaq dediyim kimi 3 hərəki qabiliyyətlə əlaqəlidir. Sürət, güc, qüvvə, bir də çeviklik. Metodlar təkrar seriyalı, yarış, nəzarət, oyun, interval. Sürət güclə eynidir, sadəcə sürət gücdə nəzarət yoxdur, dairəvidir. Bunda isə nəzarət var. Funksional sistemlərlə əlaqəsi: dayaq hərəkət aparatı, mərkəzi sinir sistemi, əzələ. Funksional sistemlərlə əlaqədə mərkəzi sinir sistemi ilə əlaqəli olan hərəkət qabiliyyətlər sürətdir, çeviklikdir, bir də bədənin əyilmə qabiliyyətidir, aid olacaq funksional sistemlərdə. Kiçik summativ qiymətləndirmə. Kiçik summativ qiymətləndirmə var 5-ci sinif və var 6-dan 9-a qədər. Var 10, 11-ci sinif. 5-ci sinifdə 30 metr məsafədir. 30 metr məsafə. 30 metr məsafə və 4 vur 50. 4 vur 50. Ümumiyyətlə 4 vur 50 bütün siniflərdə aparılacaq. 6-dan 9-a qədər 60 metr və 4 vur 50. 10-11-ci sinifdə 100 metr və 4 vur 50. Diaqnostik və BSR qiymətləndirmə. Hər ikisinin eyni variantı vermişim. Yəni diaqnostik qiymətləndirmədən də normativi eynidir, BSR qiymətləndirmə də eynidir. Diaqnostik qiymətləndirmə tədris ilinin əvvəlində, yəni dərs ilinin əvvəlində aparılan qiymətləndirmədir və sürətdə 30 metr məsafədir. Böyük summativ qiymətləndirmə isə buraxılır siniflər 4, 9 və 11-ci sinifdə aparılan qiymətləndirmədir. Bunun da normativi olacaq 30 metr məsafə. Bayaqları dedik, sadə reaksiya nədir, mürəkkəb reaksiya nədir, artıq buna ehtiyac yoxdur. Qısa məsafəyə verilən komandalar. Buna daha diqqət yetirik. Qısa məsafəyə verilən komandalar hamısı aşağı startdan olur və qaçış qəliblərindən istifadə olur. Burada qısa məsafəyə verilən komandalar startdır, diqqətdir, marşdır. Yəni starta diqqət, bir də marş. Məsələn, dözümlük qabiliyyətində startdır, amma diqqət komandası yoxdur. Çünki o yuxarı startdandır. Amma bu isə
Komandalar 3 cürdür dedik. Starta, diqqət və marş komandası. Amma dözümlülük qabiliyyətində, yəni 400 metrdən yuxarı olan komandalarda diqqət çıxarılır. Yəni start komandası 2 cürdür var. Yuxarı startdan var, aşağı startdan. Qısa məsafəyə qaçılan bütün məsafələr aşağı startdan icra olunur. Və qısa məsafəyə qaçan idmançılara sprint deyilir. Amma orta məsafə, uzaq məsafəyə qaçan idmançılara stayer deyilir. $400 metr məsafəyə qaçan idmançılar sprinter, orta və uzaq məsafəyə qaçanlar isə stayer deyilir. Beynəlxalq stadionlarda bir dövrə 400 metr məsafə. 400 metr məsafə. Yəni bir idmançı əgər 400 metr məsafəyə qaçırsa, onun çıxdığı startla yekunlaşdırdığı finish xətləri üst-üstə düşəcək. Bunu inşallah dərsdə kim başa düşməsə, atacağım videosu, kim başa düşməsə, digər izahını tam şəkildə verirəm. Gəldik müəllimlər qaçışın fazalarına. Qaçışın fazaları istər qısa məsafəyə qaçış olsun, istər orta məsafəyə, istər uzaq məsafəyə qaçış olsun. Bunlarda hamıda eynidir. Startı 4 dənədir. Yazdım. 1. Start sürətlənməsi, məsafə, boy, qaçış, bir də finish etmə. Start sürətlənməsi, məsafə, boy, qaçış və finish etmə. Müəllimlər bu qədər. Sağ olun, salamat qalın. İnşallah növbəti dərslərdə görüşərik.